Ben İsayev Marif 1990-cı ildən Bakı Vaqon Deposunda bələdçi vəzifəsində işləyirəm. Hal-hazırda da işləyirəm. Lakin buna baxmayaraq bizim vaxtında əmək haqlarımız lazımı vəziyyətdə, surətdə verilir. Ayda 7 dəfə, 6 dəfə reyste oluruq. 3000 voltluq gərginlik qatarlar hal-hazırda 3000 voltluq qatarla işləyirik. 3000 volt altında gedib gəlirik. Bunu biz için orada biletli verilmezdi. Bize hiçbir biletli verilmir bu arada. Bize verilen kömür de gaz terkibli kömürlerdi. O kömürleri peşten temizleyende biz boğuluruz. Hiçbir buna göre de bize bir maddi muavinət verilmiyor. Aynı zamanda bütün maaşlar vaktinde lazım seviyede verilmir. 3-4 tane bizde tabirler var. 350'den 500 manata kimi 150'den de 150 manatacan da biz alırıq. Şil provadniklər işləyən, şil provadnikləri. Yəni qadın tayfaları 250, 350, 550'ye alanlar var. Sizdə isə 150, 250. 80-90. Ha, bizdə isə son zamanlar 2-3 ay ərzində 200 manata, 250 manata qalxıbdı. Bu şikayətlərdən sonra. Əvvəllər bizdə belə bir maaş olmuyor. Bizdə ancaq 120-130 manat maaş alırdıq. Məhkəmə müraciət etmişsinizmi? Bəli, bu məhkəmədən gəldi. Bu dəqiqə məhkəmədən gəldik qardaş. Məhkəmədə də bunların hegemonluğu ilə əlaqədar olaraq məhkəmə də bunların sözünü deyir. Bizim sözümüzü demirlər. Bu Azərbaycan dəmir yolunda bunlar hamısı hegemonluq edir. Mümkün olan şey deyil. Bunlara batmaq mümkün deyil. Qardaşlar, Azərbaycanda mən 1991-ci ildən işləyirəm. Azərbaycan Dövlət Dəmir Yolunda heç bir düzgünlük olmayıb. Ömür boyu həmişə rüşvətxorluq, korrupsiya baş alıb gedib orada. Ancaq işçilərin haqlarını pozublar və orada haqsız yerə işdən çıxarılmış insanlar, içində mən olmaqla da, işdən çıxarıblar, haqsızlarını pozublar, cürbəcür haqq hesablarla ancaq öz münafiəni pozublar. Onlara da dövlət tərəfindən, nə bilim, dövlət tərəfindən bir onlara təsdiq olunmuyor. Həmişə biz tərəfindən, dəmir yolu işçiləri tərəfindən onlara ehtiyac olunub. Deyilib ki, əgər burada beləsinə bizim haqqımız pozulur. Ancaq heç kim baxmayıb buna. Məhkəmə də, nə bilim, o tara şikayət edirsən, qardaş, heç kim baxmır bizim müraciətimizə. Bilinmir ki, valla bu da Azərbaycan Respublikası, müstəqil Respublikadır. 1990-cı ildən gediblər bu 20 yanvar hadisəsində qanlar tökülüb. Hamısı o bayrağımızın qanı, o qırmızı bayrağın qanı, şəhidlər qanıdır. Ona görə də bu bayraq qarşısında gəlib bu müstəqillik yaranıbsa, ona görə də bu müstəqilliyimizə qarşı bu cürlə xalqı incitmək olmaz. Xahiş edirəm, buna görə bir tələ eləyəsiniz ki, bu xalqı incitmək olmaz. Ay qardaş, bir dəqiqə deyəm. O vaxt bizdə o cəbhə başlayanda Əliyar Muradov bizim deponun qaçaqarında gizlənib. Onun qardaşı İlqar ona dəlilik kağızı alıbdır. Bu adam sonra gəlibdir Azərbaycanda Moskva, Bakı qatarında qatar rəisi işləyibdir. Bu nətər olur? Bunun Cəbrayil olma, bunun vətəni əldən gedir, bunun qardaşı dəlilik kağızı alır. Sonra gəlir Moskva poezinə qatar rəisi işləyir. Əliyar Muradov özünü asmaq istəyirdi. Maaşı az olanda, Mədəd müəllimi vaxtında, depon rəisi olanda. İndi Əliyar müəllim gəlib bizə meydan oxuyur. Burada Prosta Əliyar Muradov orada cəmaatı incidir, qardaş. Mən buna qarşı baş prokurorluğa da yazmışam. Əhali Sosial Müdafiəsi Nazirliyinə, Prezidentə, Mehriban Əliyevə hər yeri yazmışam. Hamısı da məktubların cavabını göndərir şeyə. Əliyar Muradov. Əliyar Muradov tərəfdən də mənim məktub gəlir ki, sənin işə qayıtmağın heç bir mümkün deyil. Çünki mən heç bir yerdə qanunsuzluq eləməmişəm. Körpə uşağın yerini götürmüşəm, yuxarı yerdən kişini düşürtmüşəm aşağı və aşağı yerdən kişiyi qaldırmışam yuxarı, körpə uşağı salmışam aşağı. Bir dənə yaxşılığıma görə Əliyar Muradov mənə qayıdıb deyib ki, sən, dedim Əliyar müəllim, müsəlmançılıq eləmişəm də, o uşağa yer vermişəm. Qayıtdım mənə ki, müsəlmançılığıma görə işdən azadsan. Bu cürlə sözlə mənə işdən çıxardım.